Tanınmış müğənni Xatun Əliyeva Rusiyada səfərdə olarkən böyük maliyyə itkisi ilə üzləşib. Bu barədə sənətçi Afaqla Onlar proqramında emosional açıqlama verib. Videoya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Fikirlərinizi mütləq şəkildə rəy bölməsində yazın. Öncədən hər birinizə təşəkkürlər. Xatun bildirib ki, Moskvada qatıldığı bir toy məclisindən sonra aclıq hiss etdiyi üçün musiqiçi dostları ilə birlikdə bir marketin içində yerləşən restoranda nahar etmək qərarına gəlib. Burada borş supu içdikdən sonra onun üçün həyatı boyu unutmayacağı bir hadisə baş verib. Çantamı masanın üstünə qoymuşdum. İçində 48.000 ABA dolları, pasport sənədlərim və digər vacib əşyalarım vardı. Yeməyimizi bitirdik, ayağa qalxdım, telefonumu götürüb hava limanına tərəf yola düşdük. Birdən prodüserim Pənah soruşdu. Çantan hanı? Həmin an elə bil dünyam alt-üst oldu. Nə baş verdiyini anlamaqda çətinlik çəkdim, deyə Xatun yaşadığı stresi bölüşüb. O bildirib ki, təcili şəkildə restorana geri qayıdıblar. Lakin artıq çox gec idi. Qaçaraq marketə girdim, hər kəsə səsləndim ki, çantam hanı? Amma artıq o çantanın yerində olmadığını gördüm. Həmin an yaşadığım hissləri sözlə ifadə etmək çətindir. O qədər dəyərli sənəd və pul o çantanın içində idi. Sənətçi qeyd edib ki, bu hadisə ona ciddi dərs olub və bundan sonra daha diqqətli olmağa çalışacaq.